İnsanlar bəzən ölmə bizə necə baxırlar? Yəni biz insanlar məsələn ölmək elə baxırıq ki, sanki ölmək üçün mütləq ki qocalmalısan. 70, 75, 80 yaşına çatmalısan. Yəni ölümü bu cür düşünür insanlar. Halbuki Qurani-Kərimə baxsaq Allahın kitabına, Qurani-Kərim ölümü bizə necə vəsf edir? Məsələn Allah Taala bir ayədə buyurur ki, de ki qorxub qaçdığınız ölüm sizi haqlayacaq, yaxalayacaq. Başqa ayədə Allah Taala buyurur ki, harda olsanız ölüm sizi haqlayacaq, hətta uca, möhkəm qalalar içərisində olsanız belə. Başqa ayədə Allah Taala buyurur ki, ölümün bihuşluğu mütləq ki gələcək. Ölümün bihuşluğu. Yəni ölümü Quran görün necə vəsf edir. Amma biz bəzən və yaxud da başqa ayədə Allah Taala buyurur ki, hər nəfs ölümü dadacaq. Yəni bəzən biz insanlar elə düşünür, yəni qocalmaq lazımdır. Valla ölmək üçün qocalmağa gərək yoxdur, qocalmağa ehtiyac yoxdur. İnsan var ki 25 yaşında, 20 yaşında, 23 yaşında dünyasında yaşayır. Gənc yaşında bu dünyadan gedir. Yəni ölmək üçün qocalmağa ehtiyac yoxdur.